Salam millət, hər vaxtınız xeyir. Bu günlərdə bir dənə kargom gəldi. Dedim açım. Demək, görək nədir? Dadıq bilirəm nədir. Bu bir dənə əlcəkdir. Bu əlcək nədir? Düzdür, orijinal deyil. Burası test üçün aldım. Bu time atakda zaten sürmək üçün. Yarışlar olur Azərbaycan, drift yarışları olur, time atak yarışları olur. Orada sürmək üçün aldım. Hələlik test üçün aldım. Honda'nın, yəni Honda dizaynına bir əlcəkdir. Bu sol əldir, bu da sağdır. Yəni taxım görüm nə olacaq. Ha, neçə aldım? 20 manata aldım. AliExpress'dən almışdım, oradan gəldi. Yəni əl ölçüsü yazmışdılar, yazdım razım almışam. Görək nə qədər uyğun gələcək, nətə bir şeydir. Dardır yoxsa yox. Aha. Belə. Yəni bu maşın sürəndə skorsdan əlin sürüşməsin, roldan əlin sürüşməsin deyə bir əlcək. Belə normaldır, amma keyfiyyəti o qədər də ürək açıcı deyil. Yəni, İnşallah oktyabr ayında yüngül bir sürüş olmalıdır. Həm də ki, maşın arxa təkərlərini düzəltdikdən sonra Bakubusun trassına gedəcək. Rüfət qardaşla Tayfa sürəndən orada sürəcək. Ona görə belə əlcək lazım olur. Dedim alım hələlik. Bunun başqa cürləri var da yaxşı keyfiyyətçisi. İnşallah ondan alacağım. Belə. İlkin olaraq pis deyil. Amma görə höbrü nə qədər alacaq. Skorsda da adam əli yapışır. Rolda da yaxşıdır. Yaxşıdır. Belə. Dedim bir sizlərlə bölüşüm. Əlcək. İçin buraları rezindir. Sürüşməyin qarşısını alır bu hissələr falan. Buradan da Honda.